Salam dəyərli izləyicilər, hər birinizə xoş gördük. Bu videoda sizlərlə 2026-cı il 10 may tarixində Naxçıvan Muxtar Respublikasında ibtidai sinif ixtisası üzrə sertifikasiya imtahanı verəcək müəllimlərə dəstək məqsədi ilə baza suallardan ibarət növbəti 10 suallıq sınağı paylaşıram. İlk növbədə xahişim budur. Zəhmət olmasa hər birimiz videonu bəyənək və ətrafımızda olan digər müəllimlərlə paylaşaq ki, onlar da bu videolardan faydalansınlar. İlk sualdan başlayırıq. Videonu saxlayaraq özünüz müstəqil formada sualın cavabını tapmağa çalışırsınız. Daha sonra mənim izahımla doğru yoxsa yanlış yazdığınızı müəyyən edəcəksiniz. Bu videolar silsilə xarakterlidir. Yəni növbəti vaxtlarda da yeni videolar paylaşacağam. Videoların əsas önəmli cəhəti odur ki, bu tipli suallar imtahanda qarşınıza çıxa biləcək. Yəni oxşar versiyalardan söhbət gedir. Ona görə maksimum şəkildə sual tiplərini və sualların mahiyyətini detallı şəkildə anlamağımız tövsiyə olunur. Birinci sualda əgər bir şüşənin tutumu 250 ml-dirsə, 10 litr suyu doldurmaq üçün neçə belə şüşəyə ehtiyac var? Hər litrimiz dostlar bildiyimiz kimi 1000 ml-dən ibarətdir. Yəni 10 litrimiz olacaq 10.000 ml. Bizim 10.000 ml ehtiyacımız var. Biri 250 ml-dirsə 10.000-i 250-yə bölmək lazımdır. Burada qalır 1000, burada da qalır 25. Yəni 1000-i sadəcə 25-ə böləcəm, düşəcək 40. Doğru cavab birinci sualda E variantı. Sual 2. 4 müxtəlif 3 rəqəmli tək natural ədədin cəmi 544 edir. Bu ədədlərdən biri ən çox neçə ola bilər? Mühakimə məsələsidir. Ədədlərdən birinin ən çox olmağını istəyir. Birinci ədəd üstəgəl, ikinci ədəd üstəgəl, üçüncü ədəd üstəgəl, dördüncü ədəd. Cəm bərabərdir neçəyə? 544-ə. Ədədlərdən birinin ən çox olması üçün digərləri mümkün qədər az olmalıdır. Yəni ilk 3 ədədi mən bacardığım qədər az götürəcəm ki, dördüncü ədədi mümkün qədər böyük yaza biləm. Amma verilən şərt daxilində 4 müxtəlif 3 rəqəmli tək ədəd deyir. 3 rəqəmli ədədlər 100-dən başlayır, amma 100 tək deyil, ona görə 101 olacaq ilk ədədimiz. Müxtəlif dediyi üçün növbəti 103 olacaq, növbəti də 105. Yəni tək və müxtəlif olsun. Bəzən burada müxtəlif sözünü qarışdırır müəllimlər. Düşünürlər ki, burada bir istifadə olunubsa, burada bir olmaz. Xeyr. Ədədlər özləri müxtəlif olsun. Yəni 101 ədədi 103 ədədindən fərqli ədəddir. Bu nəzərdə tutulur. Sonra dostlar 101, 103, 105-i toplasam 309 edər. Digər tərəf, yəni cəm 544-dür. 544-dən 309-u çıxsam, qalır neçə? 235. Deməli, bu ədədlərdən biri ən çox 235 olacaq. Doğru cavab C variantı. Əgər sualın şərtində müxtəlif sözün verməsəydi, desəydi ki, 4 3 rəqəmli tək natural ədədin cəmi 544 edir. Bu ədədlərdən biri ən çox neçə olar? Bu zaman 101, 101, 101 yaza bilərdiniz. Bir də önəmli məqamlardan biri nədir dostlar? Yadda saxlayın. Sualın cavabını tapanda diqqət yetirin. Burada 235 olmaya da bilər. Ola bilər məsələn 236 alarsınız, hansı ki tək deyil. Bax bu nüanslara diqqət yetirmək lazımdır. Sual 3. Vuruqlardan biri 452, digəri 75 olan hasili minliklərə qədər yuvarlaqlaşdırsaq neçə olar? 452-ni vururam 75-ə, edir 33900. Minliyə qədər yuvarlaqlaşdırsam, minliklər mərtəbəsi buradır. Altdan xətt çəkin 900-ə kömək edir. Olacaq 34.000. Doğru cavabımız B variantına uyğun gəlir. Sual 4. Yolun 7-də 3 hissəsini getdikdən sonra daha 20 kilometr gedilərsə yolun yarısına çatarıq. Bütün yolun uzunluğunu tapın. Yolu dostlar sadə formada izah edim. 7 hissəyə bölürəm. Bu şəkildə düşünək. 1, 2, 3, 4, 5, 6, 7 hissə. Yolun yarısı bax bura olacaq. 7-də 3-ün getmişik. Yəni bura getdi, bura getdi, bura getdik. 3 hissəsi gedib. Daha 20 kilometr getsə, yəni 20 kilometr bax buradır. Yolun yarısı olur. Deməli bir hissənin yarısı 20 kilometr. Bunda hissə özü bütöv nə qədərdir? Bax bura bütöv 40-dır. Yəni bunun hər biri 40 kilometrdir. Neçədən hissədir? 7 dənə 7-ni 40-a vururam. 7 4 28 0-da yazsam 280 kilometr. Yoxlaya bilərsiniz. 40 40 40. Bu oldu 120. Hansı ki 3 hissədir. Üzərinə bir 20 də gəlsəm 140 olur. 140 280-in yarısıdırmı? Bəli. Doğru cavab ona görə D variantı olacaq. Tənlik də qura bilərdiniz o sualda, amma belə üsul daha gözəldir. Yəni bu situasiyada hansı ki istifadə edə bildim. Növbəti olmazsa olmaz məsələ növlərindən biri sürət məsələsi. A məntəqəsində olan iki avtomobil eyni zamanda əks istiqamət hərəkət edərsə 3 saata 600 km, eyni istiqamətdə hərəkət edərlərsə 4 saata 160 km məsafə uzaqlıqda olarlar. Sürəti çox olan avtomobil 2 saata neçə kilometr məsafə qət edər? Dostlar,
Birinci avtomobilin sürətinə A deyirəm. İkincinin sürətinə B deyirəm. İndi burada bir məqam var. Əks istiqamətdə gedən zaman sürətlər toplanılır. Bunu bilməlisiniz artıq. 100%. Yəni bunu bilməsəz sual yaza bilməzsiniz. 3 saata 600-dürsə, 600-3-ə bölürəm, düşəcək 200. Yəni bunların sürətlərinin cəmi 200-dür. Kilometr bölünsün saat olaraq. Eyni istiqamətdə isə sürətlər çıxılır. Yəni A çıxılsın B yazıram. İndi burada A sürətli olan avtomobildir. Ona görə birinci yazmışam. Bu da bərabərdir. 4 saata 160-dırsa, 160-ı 4-ə bölürəm, düşür 40. Yəni 2 ədəd var. Cəmi 200-dür, fərqi 40-dır. İndi biz tənliklər sistemini keçirik də. Tənliklər sisteminə əsasən alt-alta toplasaq 2A bərabərdir 240 olacaq. Buradan da A bərabərdir 240-ı 2-yə böləcəm, düşəcək 120 kilometr. Yəni sürətli olan avtomobilin sürəti 120 kilometr bölünsün saatı. 2 saatda nə qədər yol gedər? 120-ni 2-yə vursam, yəni həmin 240 alacağam. Doğru cavab D variantı. Və sürəti zəif olan izi tapacağam. Bu 120-dirsə aparıb burada yerinə yaza bilərəm. 120 üstə nə gəlsəm 200 edər 80. Deməli sürət az olanda 80. Məsələn 2 saat ona qədər gedək 160 kilometr gedərdi. Dostlar, mütləq bilin, sürət məsələlərində bilin ki, eyni istiqamətdə sürətlər çıxılır, əks istiqamətdə və qarşı-qarşıya olanda sürətlər toplanılır. Sual 6. Perimetri 80 olan rombun bir tərəfi bərabər yanlı üçbucağın yan tərəfinə bərabərdir. Deməli bir dənə rombumuz var bu şəkildə. Perimetri 80-dirsə, 80-i 4-ə bölərəm, düşər 20. Çünki rombun 4 dənə bərabər tərəfi var. Deyir, bir tərəfi bərabər yanlı üçbucağın tərəfidir. Məsələn, bura olsun üçbucağın tərəfi. Amma yan tərəfidir. Üçbucağın yan tərəfidirsə, üçbucağın yan tərəfi bərabər olur da. Birisi bərabər yanlı üçbucaqdır. Belə bir üçbucaq aldım mən. Bura 20-dirsə, bura da 20-dir. İndi deyir ki, perimetrin ən çox neçə ola bilər? Perimetrin ən çox olması üçün mümkün qədər oturacağı böyük ədəd yazacağam. Amma bizim üçbucaq bərabərsizliyi deyən bir qaydamız var. Orada qeyd olunur ki, indi üçbucağı mən təkrar kənarda çəkdim. Üçbucağın hər hansı bir tərəfi digər iki tərəfin cəmindən az olmalıdır. 20 ilə 20 toplayan nedir? 40. Bura ən çox 39 ola bilər. Aydındır? Yəni bura biz maksimum şəkildə 39 yaza bilərik dostlar. Ümid edirəm anlaşıldı. Bu şəkildə daha real olması üçün, yəni bax belə də çəkmək olar. Düşünün, yəni əsas odur ki, ölçü uyğun gəlsin. Bax bu formada yaratmağımız mümkün. Yəni burada 20 olacaq, bura 39. İndi bizə nə lazımdır? Bu üçbucağın perimetrin ən böyük qiyməti lazımdır. 20, 20, 40, üstədə 39 gələndə 79 olacaq. Üçbucaq bərabərsizlik qaydasını mütləq bilmək vacibdir. Sual 7. Hesablayın. Əməllər sırasını bilməlisiniz. Birinci iki mötərizə varsa, yəni daxil, iç-içə olan daxildə yəni nəzərdə tuturaq. Birinciden daxildən başlayırsınız. Yəni buradan başlamaq lazımdır. 20-ni 5-ə bölsəm 4 düşəcək. 48-in üstə 4 gəlsəm 52 edəcək. 52-dən 32 çıxsam qalacaq 20. Yəni belə qalır ki, 20 çıxılsın 12 bölünsün. 8-dən də 4 çıxanda qalacaq 4. 12-ni 4-ə böldüm 3. 20-dən də 3 çıxanda 17 qalacaq. E variantı doğru cavabdır. Bəzən testdə olur, deyir ki, əməllər sırasının ardıcıllığını tap. Yəni hansı birinci yerinə yetiriləcək? Məsələn, birinci bu olmalıdır, sonra toplama. Bilirsiniz, iç-içə mötərizə olanda ən daxildəki mötərizəni hesablayırsınız və s. İndi o tipli suallarda növbəti sınaqlarda görəcəksiniz. Sual 8. Tənliyi həll etmək lazımdır. Bu hissə bütövdür. Buna toxunmursunuz əvvəlcə. 20-nin üzərinə nə gəlsəz 37 edər. Yəni bu hissəni olduğu kimi saxlayacağam. 5x çıxılsın 4 bölünsün 3 bərabərdir. 37-dən 20 çıxanda 17 qalar. Buradan da 5x çıxılsın 4 bərabərdir. 17 3-ə vurulacaq 51 edəcək. Buradan 5x bərabərdir. 51-in üstə 4 gələndə 55. X də bərabərdir 55-i 5-ə böləndə 11 düşəcək. Doğru cavab C variantı. Sual 9. Bərabərsizliyin neçə natural həlli var? Buna 2 qat bərabərsizlik deyirik. Hər tərəfdən əvvəlcə 3 çıxılacaq. 7-dən 3 çıxacaq, yəni soldan və sağdan o nəzərdə tuturam. 7-dən 3 çıxanda 4 qalır. Burada qaldı 4x. 33-dən də 3 çıxanda 30 qaldı. Sonra hər tərəf 4-ə bölünür, çünki bura 4x-dir. 4-ü 4-ə bölündə 1, burada qaldı x. 30-u da 4-ə böləcəksiniz. 30-u da 4-ə bölsək, düşəcək 7,5. X neçə ola bilər? X ola bilər 2, 3 ola bilər, 4 ola bilər, 5 ola bilər, 6 ola bilər və 7-nin özü də ola bilər. Bəzi müəllimlər burada diqqətsiz yanaşırlar. 7-ni götürmürlər. 7,5 7-dən çox olduğu üçün 7-nin özü bura daxildir. 2-dən 7-yə qədər neçə ədəd var? 6 dənə ədəd var. Doğru cavabımız B variantına uyğun gələcək.
Və nəhayət bu günün üçün sonuncu sualımıza baxırıq. 5 ədədin ədəd ortası 40-dır. Bu ədədlərdən biri silindi və qalan ədədlərin ədəd ortası 42 oldu. Silinən ədədi tapın. Dostlar, 5 ədədinin ədəd ortası 40-dırsa, 40-ı 5-ə vuraram. 5 ədədin cəmi 200-dür. Ədədlərdən birini sildim, yəni götürdüm. Yerdə neçəsi qaldı? 4 dənəsi. 4-ün ədəd ortası 42-dirsə, 42-ni vuraram 4-ə, yəni cəmini tapmaq üçün edəcək 168. 5 ədəd olanda cəm 200 idi. İndi birini götürəndən sonra cəm oldu 168. Silinən ədədimiz hansıdır? 200-dən 168-i çıxacaq, qalacaq 32. Yəni bunun asan üsullarından biri də bax bu formada tapmağımızdır. Belə dostlar, bununla da yekunlaşdıq. Zəhmət olmasa videomuzu bəyənməyi və ətrafınızda olan digər insanlarla paylaşmağı unutmursunuz. Xüsusilə Naxçıvan Muxtar Respublikasında yaşayan müəllimlərə aiddir bu. Çünki onların imtahanına az müddət qalıb. Bu videolardan faydalanaraq imtahanda inşallah yüksək nəticə əldə edə biləcəksiniz. Sağollaşırıq. Bir sonraki izahlarda görüşərik. Hələlik.